Ukrayna xüsusi əməliyyatla ilkə imza atdı. Kölgə donanmasına aid tanker vuruldu. Reportun RBK Ukraynaya istinadən verdiyi məlumata görə bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr bildirib. Aralıq dənizinin neytral sularında çoxmərhələli tədbirlərin nəticəsi olaraq Ukrayna Təhlükəsizlik Xidmətinin Alfa xüsusi əməliyyatlar mərkəzi pilotsuz uçuş aparatları ilə Rusiyanın kölgə donanmasına aid tankerini vurub deyə məlumatda qeyd olunub. Bildirilib ki, xüsusi əməliyyat zamanı Rusiya gəmisi heç bir yük daşımırdı və boş idi. Qeyd edilib ki, müvafiq olaraq bu hücum regionun ekoloji vəziyyətinə heç bir təhlükə yaratmayıb. Hücum nəticəsində tanker kritik zədələr alıb və təyinatı üzrə istifadə edilə bilmir deyə mənbə vurğulayıb.